Gəlin Azərbaycan futbolunun inkişaf problemlərinə və onların həll yollarına qısaca nəzər salaq. Mənbəyimiz sabiq milli futbolçu və hazırda məşqçi olan İlyas Qurbanovla aparılan bir müsahibədir. O, çox sadə bir sual qoyur. Bizim futbolumuz niyə Avropadan geri qalır? Görünür, cavab 3 əsas manədə gizlənir. Birincisi və ən əsası, futbol akademiyalarının demək olar ki, olmamasıdır. Qurbanovun fikrincə, yüksək səviyyəli futbolçu yetişdirmək üçün bu mütləqdir. Çünki bilirsiniz, yalnız akademiyada uşağın qidalanmasına, yuxusuna, yəni bütün rejiminə tam nəzarət etmək olur. Bu olmayanda sistemli inkişafdan danışmaq çətindir. İkincisi və bu çox maraqlıdır, Qurbanov deyir ki, problem heç də istedad azlığında deyil. Əksinə, xüsusilə də bölgələrdə potensiallı uşaqlar həddən artıq çoxdur. Əsas məsələ sadəcə onları vaxtında tapıb, düzgün istiqamət verməkdir. Və nəhayət üçüncü məsələ. Bu gənc karyeraları demək olar dayandıran bir problemdir. Hərbi xidmət. Düşünün, perspektivli bir oyunçu karyerasının ən vacib dövründə futboldan uzaqlaşır və inkişafı dayanır. Qurbanovun təklifi isə çox məntiqlidir. İdmançılara xidmət zamanı heç olmasa məşqlərini davam etdirmək üçün şərait yaradılsın. Yəni, qısacası, Azərbaycan futbolunun gələcəyi yeni ulduzlar axtarmaqdan yox, mövcud istedadları peşəkar səviyyəyə çatdıracaq möhkəm bir sistem qurmaqdan keçir.